Rafizilərə deyəndə ki, üst tut Allaha, ona dua et, narahat olurlar. Bunun səbəbi odur ki, Rafizilərin etiqadına görə imamlar Allah mərtəbəsindədir. Bu, həqiqi mənada bu cürdür, vallahi. Yəni, mən and içirəm bunun üzərinə. Vallahi da şahid tuturam. Rafizilər etiqad edirlər ki, idarə edən imamlardır. Ruzi verən imamlardır. Harda istəsən çağır, eşidən imamlardır. Övlad verən imamdır. Şəfa verən imamdır. Və s. və s. və s. Heç bir şey onlar istəmədən baş vermir. İndi iş belə olduğu halda nəyə görə Rafizi Allaha üst tutsun ki? Baxın, əvvəlcə nə deyir? Deyir ki, Rafizilərə deyəndə ki, Allaha üst tut. Axı sən kimsən ki, Rafizilər, Şiyələr sənin sözündə Rəblərinə Allaha üst tutsunlar? Məgər Şiyələr Allaha üst tutmayıblar? Yəni sən baldırpərəst, Allah enir həm də göydə qalır. Onsuz da göydə idi, göyə qalxdı. Göydən enəndə həm də göydə qalır. Bu sözləri deyən bir yalancı bir insansan. Dinə belə bir yalan nisbət vermisiniz. Özünüz də bunu qəbul etməyəni müşəbbih hesab edirsiniz. Bunu qəbul etməyən alimləriniz var, onları müşəbbih hesab etmirsiniz. Yəni nəfəsviz yalanla gedir gəlir. Sənin bu təvhidi biz qəbul etməliyik. Sən kimsən axı ki, bizə deyirsən ki, təvhidə gəl və biz də sənin təvhidini qəbul etməliyik və Allaha üst tutmalıyıq. Biz zaten Allaha üst tutmuşuq. Sənin bəyənmədiyin, sənin düz başa düşmədiyin o təvhid ki var, deyirsən təvhid əhli biz müvəhhidik. Biz səni və sən başda olmaqla sənin ağlında olan bütün vəhabiləri, özünə sələfi deyənləri, bizi müşrik hesab edənləri açıq debata dəvət eləmişik. Buyurun, gəlin, isbat edin. Demirsən çağırmaq ibadətdir, bəhs eləyək. İbadətin tərifini ver. Ondan sonra biz şirk edirik yoxsa yox bəhs eləyək. Elmə qalxma xəbəri sifətlərini bəhs eləyək. Səhabə ədalətini bəhs eləyək. Bütün bəhslərdən kişilik eləyib gəlmirsən, qorxub qaçırsan. Orada oturub tək alternativsiz danışmaq rahatdır. Şiyələr müşrikdir, Rafizlər müşrikdir. Gəl kişisən, açıq-aşkar debatda isbat elə bu əqidəvi. Sənə sübut eləyək ki, sən yalancısan və biz heç də müşrik deyilik. Sonra bu axmaq sərsəmləyir, deyir ki, and olsun Allaha, Allaha şahid tutub deyir ki, şiəlikdə imamlar Allah mərtəbəsindədir. Sənin andın onsuz da yalancısan və andın da yalandır. Sənin andığın heç bir etibarı yoxdur. Bizim heç bir əqidəmizdə imamlar Allah mərtəbəsində deyil, yalandır. Yalançılığın da buradan bilinir ki, zaten bəhs eləyəndə bir dənə kitab qoyub qabağına oxumursan. Sənə inananlar da sənin ağlındadılar, öyrəşiblər sənin o sərsəmləmələri və qulaq asırlar dəlilsiz sübutsuz. Və sən bəhs hazırlamısan da düzdür, qoymusan mikrofon qabağına, kamera qoymusan, insanları dəst keçirsən dırnaq arası. Həmin məqamda bir dənə dəlil gətirmək lazımdır, bir kitab göstərmək lazımdır ki, bax bu filan kəsin kitabıdır, şiə alimləri, bax bu əqidəni etiqad eləyirlər. Deyirlər ki, Allah mərtəbəsindədir imamlar. Biz etiqad edirik. Debata gəlsən sənə isbat eləyə bilərik ki, imamlarımızın, bütün peyğəmbərlərin, bütün övliyanın, Allahın izni, lütfi, feyzi, inayəti olmasa heç bir şey qadir deyirlər.